maddiyyat əlində əsirdir. İnsanların həyatına maddiyyat günbəgün daha çox hakim olur. İnsanlar həyatlarını pul və dünyəvi ərzişlərlə yaşayırlar. Qaça-qaçdır. Lakin maddiyyat dalınca. Və necə ki görünür də, bu əsirlikdən qurtarmaq elə də asan görünmür. Keçən bərnamədə bunun üstündə təkid etdim ki, insanların arasında olan rabitə, onlarla tarı arasında olan rabitəyə bağlıdır. İnsanla insan arasında olan rabitə düzəlməz, əgər onunla tarı arasında olan rabitə düzgün deyil. Keçən bərnamədə İsa'nın peyrəvlərinə verdiyi dua modelindən danışdım. Bu duada aydınca görürük ki, İsa bizi dəvət edir ki, tarı ilə olan rabitəmizi səhih bünövrə üstünə quraq. Bu dua həm tarıdan bizə düzgün bir təsvir verir, həm də özümüzdən. Necədir bu duanı cinə sizə oxuyun. İsa belə deyir. Dua etdiyiniz zaman belə dua edin. Ey göylərdə olan atamız, sənin adın müqəddəs olsun. Səltənətin gəlsin, sənin istədiyin göydə olduğu kimi yerdə də olsun. Gündəlik çörəyimizi bugün bizə ver və bizim borclarımızı bağışla, necə ki biz də bizə borclu olanları bağışlayırıq. Bizi imtihana çəkmə, lakin şərdən xilas et, çünki səltənət, qüdrət və izzət əbədə kimi sənindir. Bəli, doğrudan da dünya maddiyyat əlində əsirdir. Varlı adam daha çox varlı, fağır adam da daha çox yoxsul olur. Bunun nədən belə olduğu əzizlərim bəllidir. İnsanlar əgər həyatlarına tarının verdiyi dəyərləri, tarının verdiyi meyar məhəkləri, tarının buyurduğu dəyərləri hakim etməsələr, məlumdur, varlılar yoxsulları soyacaqlar. Doğrusu adam mat qalır. İrana gedən adamlar xəbər gətirirlər ki, İran çox gözəlləşib. Hər yerdə bürclər tikilib. Xiyabanlarda axır model maşınlar görünür. Eyni halda gedib YouTube'a baxırıq, İrandan gələn filmlərə baxırıq, İran televizyonunda yayılan seriallara baxırıq və görürük ki, söhbət başqa bir şeydir. Yoxsulluq hər yerə hakim olur. Adamlar xərclərinin altında elə vəziyyətlərə düşüblər ki, bir iddəsi bədənlərinin üzvlərini satır, bir iddəsi də namuslarını. Və mən düşünürəm, məmləkətimizdə bu qədər pul, bu qədər mal dövlət olunca nədən xalqımız bu vəziyyətə düşür? İsa Məsih həmişə yoxsullara dost idi. Müqəddəs kitaba baxanda aydınca görürük ki, tarı həmişə fağır adamlara hamidir və onlara zülm olunmasından nifrət edir. Qoyun İsa'nın verdiyi təlimlərdən, danışdığı sözlərdən yenə bir qisməti sizə oxuyun. İsa buyurur, yeryüzündə özünüzə xəzinələr yığmayın. Orada cüvə və pas onları məhv edər və oğrular oranı yayıb oğurlarlar. Amma özünüzə
göydə xəzinələr yığın ki, orada nə güvə məhv edər, nə pas, nə də oğrular oraya girib oğurlarlar. Çünki xəzinəniz harada olsa, ürəyiniz də orada olacaq. Bədənin çırağı gözdür. Ona görə gözün sağ olsa, bütün bədənin də işıqlı olar. Əgər gözün pis olsa, bütün bədənin qaranlıq olar. Beləcə, əgər səndəki işıq qaranlıq olsa, o qaranlıq nə böyükdür. Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birindən nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə həqarətlə baxacaq. Siz həm Tanrıya, həm də pula qulluq edə bilməzsiniz. Görürsüz İsa necə insanları dəvət edir ki, hikmət və axmaqlıq arasında hikməti seçsinlər. İsa iki cür xəzinədən danışır və onları bir-birinin qabağına qoyur. İsa bu xəzinələrin davamından danışır və bizi dəvət edir ki, buna hikmətlə baxaq. Çünki əgər belə etsək, o zaman bunların arasından doğru olanı seçə bilərik. Və bu seçməkdə çox asan olar. Yer üzündəki xəzinələr İsa buyurur ki, davamsızdır. Onlara bel bağlamaq olmaz. Halbuki göydəki xəzinələr qeyri-fani və əmin-amanlıqdadır. Əgər həyatda bizim amacımız budur ki, özümüzə xəzinə yığaq, o zaman hikmət bunu icab edəcək ki, qeyri-fani və davamlı olanı nəzərə alaq. Doğrudan o zaman ki, İsa bizə deyir ki, özümüzə yer üzündə xəzinə yığmayaq, bizi nədən mən edir? Gəlin əvvəl bir list düzəldək və görək İsa bizi nələrdən mən etmədi. Birincisi bu ki, var dövlətin özündə heç mane yoxdur. Tanrının kəlamı mal sahibi olmağı heç vaxt mən etmir. İkincisi bu ki, Tanrının kəlamı sabahın fikrində olmağı da mən etmir. Buna görə də insan əsla bimə olmaqdan, gələcək üçün pəsəndaz etməkdən mən olunmayıb. Tanrının kəlamı hətta qarışqanı da təhsin edir ki, necə yayda qış vaxtının xörəyinin fikrindədir və onu toplayıb ambar edir. Tanrının sözü o imanlı adamı ki, ailəsinin tədarükünü görmür, onu imansız adamdan daha bətər sayır. Üçüncüsü bu ki, bu gərəkdir ki, Tanrının bizə verdiyi nemətlərdən bəhrə alaq və onlara xor baxmayaq. Görürsünüz ki, mal dövlət sahibi olmaq, gələcək üçün tədarük görmək və Tanrının bizə verdiyi nemətlərdən bəhrə almaq səhv deyil və insan onlardan mən olunmayıb. Əgər belədir, bəs nə? İsa bizi nədən mən edir? Baxın, İsa bizi bundan mən edir ki, olmasın, öz mehvərliyimizə dayanıb, bu mehvər üstündə mal dövlət yığaq. İsa o həyatı mən edir ki, israf əlində, təcəmmülat əlində əsirdir.
İsa bu sözünlə insanların daş ürəkli olduqlarını mən edir ki, özlərindən başqa heç kəsin ehtiyaclarını düşünmür. İsa bu sözünlə bu fikrin ziddinə durur ki, güya həyat insanın mal dövlətinin çoxluğuna bağlıdır. İsa o materializmin ziddinə durur ki, insanın qəlbini dünyaya bağlayır. İsa burada nə açıq bunu deyir ki, bizim qəlbimiz həmişə xəzinəmizə bağlıdır. İstər yerdə olan xəzinə olsun, istər göydə olan xəzinə. Başqa bir sözlə, yer üzündə xəzinə yığmaq bunu göstərmir ki, güya biz gələcək barədə əndişəliyik və bu barədə tədbir görürük. Bu mətləb daha çoxu bunu göstərir ki, insanın qəlbi nə qədər tamah əlində əsirdir. Burada İsa bu tələyə işarə edib insanlara onun xətərindən ixtar verir. Martin Luther'in gözəl bir sözü var. Deyir, nə zaman ki İncil təlim verilir və insanlar çalışırlar ki, onun mütabiqinə yaşasınlar, həmişə iki afət baş qaldırır. Birincisi, yalancı vaizlərdir ki, düzgün təlimi azdırırlar. İkincisi də tamahdır ki, düzgün yaşamağın yolunda birdən dağ kimi mane qurur. İsa insanlara xatırladır ki, yer üzündə yığdığımız xəzinə paslanar, onu cüvə yeyər ya da oğrular yarıb apararlar. Paslanmaq sözü yeyilib bitmək mənasında da ola bilər. Və beləcə İsa bütün o əngəllərə, o afətlərə işarə edir ki, insanın həyatında var, insanın həyatına hakim olub. O zaman əlbəttə ki, saxlanan şeyləri cüvə yeyərdi. Yığdığımız buğda anbarımıza sıçan girərdi. Oğrular evi yarıb var-yoxu aparardılar. Bir sözlə, heç şey əminamanlıqda deyildi. Bu günlər bizim cürbəcür maddələrimiz var ki, yığdıqlarımızı güvədən, sıçandan və oğrulardan mühafizət edir. Amma mali böhranlar, iqtisadi təvərrümlər, belə şeylər bizim bütün var-yoxumuzu əlbəttə ki, aradan apara bilər. Elə həmin an ki, bunları sizə deyirəm, dünya belə bir müsibətin içindədir. Varlı adamların çoxları vərşkəst olublar. Dövlətlər belə vərşkəst olublar. Amma əgər xəzinəmizdən birazı qalsa da, ondan heç bir qismətini özümüzlə o biri dünyaya apara bilmərik. Əyyub baxın necə doğruca deyir, anamın bətnindən lüt gəldim, lüt də dönəcəyəm. Tarı verdi, tarı da aldı. Amma İsa buyurur ki, göydə olan xəzinə davamlıdır, fasid olmaz. Bu xəzinə nədir? İsa bu haqda bir şey izah etmir. Amma cavab bəllidir. Bu xəzinə bütün o işlərdir ki, yer üzündə onları etməyə imkanımız var və nəticələri də əbədə kimi qalar. İsa'nın xəzinə dediyi bu şey, əlbəttə ki, insanın bu həyatda ələ gətirdiyi müvəffəqiyyətlər deyil. Ya da necə dinlər deyirlər, insanın yaxşı əməlləri ki, onunla özlərini Tanrının cənnətinə layiq görsünlər deyil. İsa'nın buyurduğu budur ki,
özümüzdə elə bir şəxsiyyət pərvəriş verək ki, başqa adamları da Tanrının verdiyi həyata cəzb etsin. Biz gərək mal dövlətimizdən istifadə edib Tanrının padişahlığına insanlar arasında vüsət verək. Budur ki, nəticəsi əbədə kimi qalır. Və bu elə həmən xəzinədir ki, həmişəlik qalar, oğrular da oğurlaya bilməzlər. İsa sözünün davamında xəzinədən sözü iki vəziyyətə çəkir. Gözlü və kör adamın vəziyyətinə. Və beləcə İsa işıq və qaranlıqdan danışır ki, bu iki adam onda yaşayırlar. Bədənin çırağı gözdür. İsa burada bunu məcazi mənasında deyir. Əsl məna budur ki, bizim bütün qabiliyyətlərimiz buna bağlıdır ki, necə görürük. Başqa bir sözlə, bu gözdür ki, bədənin bütün etdiklərinə işıq salır və onları aydınladır. Gözlü adam işıqda, kör adam da zülmətdə yaşayır. Bizim bədənimizin nurda olması buna bağlıdır ki, necə görürük. Əgər gözümüz düzgün bir şəkildə görməsə, etdiklərimiz əsla düzgün olmayacaq. Elə bil ki, körük, zülmət içindəyik. İsa burada əlbəttə ki, ruhani gözdən söhbət edir. Əgər ruhani gözlərimiz düzgün olsa və düzgün dəyərləri seçsə, həyatımız düzgün amacla, düzgün hədəfinə qabağa gedəcək. Amma əgər ruhani gözlərimiz bu dünyanın materializmi ilə, mal dövləti ilə münəvvər olmuş ola, elə ki artıq düzgün dəyərləri seçə bilməyək, həyatımız qaranlıqda qərq olacaq və haraya getdiyimizi də görməyəcək. Doğrudan da bu söz nə qədər doğrudur ki, tamah insanın ruhani gözünü kör edər. İsa bu sözünə, dediyi sözünə başqa bir dəlil də əlavə edir və bizə təkid edir ki, nə üçün gərək özümüzə göydə xəzinə yığaq? İsa'nın dediyi sözündə gözdən sonra elə bir mətləb gəlir ki, bu hissənin əhəmiyyətini lap uca yerlərə qaldırır. Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birindən nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə həqarətlə baxacaq. Siz həm Tanrıya, həm də pula ki qulluq edə bilməzsiniz. İsa bu sözünə bunu izah edir ki, iki xəzinənin seçməsi arxasında, iki cür görmənin seçməsi arxasında daha mühüm bir seçim var. İki ağa ya da iki ərbabın arasından gərək birini seçək. Xaliq Tanrımızla pul arasında gərək birini seçək. İnsan eyni zamanda bunların ikisinə də xidmət edə bilməz. Bəzi adamlar İsa'nın bu sözü ilə müxalifdirlər. Bunlar istəmirlər ki, belə bir seçiminə üzbəüz dursunlar. Bunu doğrusu lazım da görmürlər. Elə düşünürlər ki, iki ağaya xidmət etməyin imkanı var. Olar ki, insan eyni zamanda iki ağaya qulluq edə bilsin. Və
bunun isbatında özlərini misal gətirirlər ki, necə rahat iki ağaya qulluq edirlər. Deyirlər ki, həyatlarını elə tərtibə salıblar ki, bu iş onda mümkündür. Məsələn, yekşənbələr ki, kilisa günüdür, Tanrıya xidmət edirlər və həftə arası pula. Və İsa elə bu saziş əməlini imkansız görür, qeyri-mümkün görür. Deyir, bu iş əsla mümkün ola bilməz. O adamlar ki, həyatlarında daim saziş edib, iki ağaya qulluq edirlər, İsa'nın qulluq və qul sözündən doğrusu heç bir şey anlamayıblar. İnsan olar ki, eyni halda onu işə alan iki nəfərə xidmət etsin. Amma bir qul bir anda iki ağaya aid ola bilməz. Çünki onun vəfadarlığı aradan bölünüb və Tanrı belə bir təəhhüdü, belə bir vəfanı dəyərsiz sayır. O, bütün təəhhüdümüzü ancaq özü üçün istəyir. Bu olmasa Tanrı bunu bütpərəstlik sayır.